60-cı illərdə də köçüb bu Corat kəndinə gəlmişik. İkinci Dünya müharibəsində bir çox kəndlər boşalıb, həmçinin də Xirek kəndi. Xirek adlanmağında oranın dumanlı, çənli olmağın nəzərdə tuturlar. Tanıdığım, bildiyim olub da İmam Baxış deyirlər, Mehdi Bala deyirlər. Bunlar öldürülüb, ancaq qaçaq qanı özü Bakıya aparılıb. Qazaxıstanda var, Qəbələdə var Xirekçilər. Yəni sürgünə göndərilənlər nəzərdə tuturam. Xirek cəmaatının gözəl bir adəti olub, Ovraz deyiblər yerli dildə. Hal-hazırda xarabalıqları durur. Qərəblər deyirlər yerli dildə də. Onlar durur 39-acan. Azərbaycan böyük vətənimizdir, amma Xirek bizim Xireklilərin kiçik vətənidir. Vətəni də ki, həm qorumaq lazımdır, həm abad eləmək lazımdır, həm məsəl üçün qayğısını çəkmək lazımdır. Salam əleykum. Murad müəllim, bizim Corat kəndinə xoş gəlmisiniz. Mən Atayev Elçin Balaqadaş oğlu. 1958-ci ildə deməli Xızı rayonunun Giləzi kəndində anadan olmuşam. 60-cı illərdə də köçüb bu Corat kəndinə gəlmişik. Qədim Corat kəndi o vaxtdan da burada məskunlaşmışıq. Yerli cəmaatla qaynayıb qarışmışıq. Amma kəndimizi də, rayonumuzu da yaddan çıxartmamışıq. Rəhmətliklər, valideynlərim, Atayev Balaqadaş, Atayev Kübra bizi daim yəni qoymayıb o Xirek kəndimiz, Xızı rayonumuz yaddan çıxsın. Daim bizi ora aparıblar, gətiriblər. İndi də özümüz gedirik, gəlirik. Yəni əl çəkmirik kəndimizdən. Kəndimizin də böyük qədim tarixi var. Cəmaatı zəhmətkeş, cəfakeş, işləyən olub. Bu İkinci Dünya müharibəsində bir çox kəndlər boşalıb, həmçinin də Xirek kəndi. Cəmaatı böyük hissəsi cavanların müharibəyə gedib ki, qayıtmayıb. Ona görə də kənddə biraz yaşayış çətinləşib. Belə olub ki, kəndi hökumət tərəfindən deyirlər, perspektivsiz elan ediblər. 53-cü ildə də cəmaat axırıncı orada yaşayan sakinlər köçüb gəlib, dağılışıblar indi Bakıya, Sumqayıta, Bakının kəndlərinə. Bizim də baxdığımıza bu gözəl qədim Corat kəndi düşüb, gəlib burada deməli 66 ildir bu Corat kəndində mən yaşayıram. Belə də cəmaatı çox mehriban, çox belə hörmətçil insanlardır, belə qaynayıb qarışmışıq bir sözlə, olmuşuq bu kəndin sakini. Çox razıyıq, hər belə şəraitimiz, hər cürə məsələn burada dolanışığımız, şükür Allahın məsləhətinə. Bir neçə səbəbə yozurlar. Deməli, əsas ən böyük kəndin Xirek adlanmağında oranın dumanlı, çənli olmağın nəzərdə tuturlar. Deməli, kən sözü məkan bildirir də, yəni bu xır sözü də yerli dilimizdə, bizim dağlı dilində elə duman deməkdir, çən deməkdir. Demək olar ki, bu yaz ayları, qış ayları, payız ayları orada eksik olmur. O çən, duman, yəni elə kənd hündür olduğuna görə, meşəsi olduğuna görə, ətrafı dörd tərəfi meşə olduğuna görə o çəkir özünə, o dumanı, çəni, yəni orada elə ona görə də belə Xirek adı verilib ora. Ətraf kəndləri də ki, elə Xızının 6 kilometrliyindədir. Sonra Qarabulaq kəndi var, məşhur kənddir, tanınmış insanlar çıxıb o kənddən. Elə Xirekin özündə də tanınmış insanlar var. Belə cəmaatı yenə deyirəm, əkinçiliklə, heyvandarlıqla məşğul olublar. Çox zəhmətkeş olublar. Çünki dövr bu tələb eləyib ki, orada əziyyətsiz heç nə əldə eləmək olmaz. Əkin biçinlə, heyvandarlıqla yenə deyirəm, dolanıblar. Yəni heyvandarlıqla məşğul olduğuna görə biraz imkanlı olub cəmaatı. Yəni böyük sürülərlə
heyvan saxlayıblar. Qoyunçuluq təsərrüfatı ayrı olub, maldarlıq ayrı olub. Orada bir Novruzlu tayfası, kənddə bir Novruzlular olub, məsəl üçün o kənddə belə tayfa deyək də. Onlar lap böyük at sürüləri olub adla. Bunların hamısını Sovet hökuməti gələndə, hamısını qolçomaq deyək, nə bilim mən nə deyək, elan eləyiblər. Bütün heyvanatın, mal dövlətində varın yoxun alıblar, qatıblar kolxoza, savxoza. Bu işdən narazı qalanlar olub. İmkanlı adamlar olub ki, bu kolxoz söhbətindən narazı düşüblər və hökumətə qarşı nəsə cürbəcür təşkil eləyiblər də dəstələr. Onun da biri Qaçaqqani olub. Bu Qaçaqqani çox hökumətə qarşı, yəni çıxış eləyib. Axırı da nə ilə nəticələnib? Özü eşitdiyimə görə Qızılqazma kəndində, indiki o məşhur kənddə özü mühasirəyə alınıb orada. Yan yörəsindəki olan qaçaqlardan tanıdığım, bildiyim olub da İmam Baxış deyirlər, Mehdi Bala deyirlər. Bunlar öldürülüb, ancaq Qaçaqqani özü Bakıya aparılıb. Sonraki taleyindən də kənd cəmaatında heç bir məlumat yoxdur. Amma ailəsində Qazaxıstana sürgün eləyiblər. Bəli, indi orada yaşayırlar, artıblar, çoxalıblar. Və Sumqayıtda da bu Hacı Zeynalabdin Tağıyev qəsəbəsində də onun övladlarından yaşayan var, bəli. Biz demək olar hər il bir həftə də olsun, 3 gündə olsa gedib o kəndi ziyarət eləyib gəlmişik. Çünki orada bizim babalarımızın, ulularımızın məzarları var. Böyüklərimiz gedib bizi də aparıb. Biz də indi gedirik, xırda balaca nəvələrimizi aparırıq. Allahın köməkliyi ilə gedib çıxa bilirik. Amma çox çətinliklə. Yığılırıq, yolu təmir eləyirik, yolun abadlaşdırırıq. Amma bir illik. Çünki orada yağış, qar, sonra bir ildən sonra torpaq yol olduğuna görə dağılır, məsəl üçün sıradan çıxır. Bakıda çoxdular. Bakıda Sovetskidə çoxdular. Sovetski yox. 1, 2, 3-cü Xriftovda, Yasamalda çoxdular, sonra Kubinkada, Karvansara deyilən yer var. Orada məsəl üçün Əhməd deyəcəm var, Zabratda var, Xirəkillər. Canım sənə desən, Qazaxıstanda var, Qəbələdə var Xirəkillər. Yəni sürgünə göndərilənlər nəzərdə tuturam. Orada gedib məskunlaşdırıblar, yəni sürgün eləyiblər Qəbələyə ki, Bakıya gələ bilməzsiniz. Yəni o mənada. Elə qaçaqlarla əlbirlikdə təqsirləndirilib, sürgün olunublar. Belə adət-ənəsi cəmaatdır da, yerli cəmaatdır, dağlı cəmaatdır, zəhmətkeş, toyları, nə bilim, yasları, hamısı bir-birinə əl tutublar. Hər hansı bir cavan, məsəl üçün, evləndirilməlidir. Yığışıb kənd cəmaatı el birliyi, əl birliyi ilə Oğraz deyilən bir adətləri olub. Bu xirək cəmaatının bir gözəl bir adəti olub. Oğraz deyiblər, yerli dildə. Deməli, kimsə cavanlardan evlənmək üçün məsləhət görünüb ki, bu evlənəcək, buna ev lazımdır. Kənd cəmaatı yığılıb, adətən xirəkdə bütün evlər daşdandır. Amma xirəkdə daş yoxdur. Deməli, Gəmşər çayı deyilən bir ərazidən keçir yolumuz. O vaxt araba ilə, öküz arabası ilə gəlib o Gəmşər çayından daş çox çətinliklə çıxartıblar, o xirəkdə evlər tikiblər. Oğrazda yəni indiki iməzilik dinlən desək, indiki dillə desək, iməzilik kimi. Köməkləşib, məsəl üçün, o daşı daşıyıblar, gətiriblər, evi tikiblər. Axır bu kəndi belə yavaş-yavaş böyüyüb, abad olub. $39-acan evin yeri var. İndi bəlkə bilinməyən də var, amma indi eşitdiyimə görə 39 dənə evin hal-hazırda xarabalıqları durur. Qərəblər deyirlər, yerli dildə də. Onlar durur, 39-acan. İndi onu dəqiqləşdirmək də olar, amma fakt 39. Çünki dağılan evlər var, daşı
məsələn yoxdur da, indi bilinmir aparılıb yoxsa nədirsə axır. Amma bu dəqiqə yəni evlərin, bəzi evlər var ki, belə yaxşı vəziyyətdədir. 5-6 dənə quyu var, amma su yoxdur Xirəkdə. Quyular susuzdur. Niyə görə? Deməli, Xirəkin düz kəndin ortasında əllə düzəldilmiş süni bir balaca gölməçə deyək, göl olub. O gölün suyu ilə o quyular qidalanıb. İndi o sular da kəndin içindəki gölə gəlmir, axıdılmır deyə. Çünki o vaxt onu əllə, arxla vasitəsilə gətirib o gölü yaratmışdılar, o kənd cəmaatının zəhməti ilə. İndi o su axır gedir dərəyə. Yəni o su da kəndin içindəki gölə gəlmir deyə, o quyularda su yoxdur. Bir də ki su insan səsinə gələr də. Su insan ki yoxdur, yəni onu təşkil eləyən yoxdur. O bulaqlar olub, məsələn, quruyub gedib. Fakt birin biz keçən il təmir eləmişik bulağı. Yaxşı qəşəng besetka, yəni normal oturub dincəlməyə yer düzəltmişik. Su, hovuz tikilib, su gəlir. Yəni kəndə gedilsə, məsələn, indi susuz qalmır insan. Əvvəl özümüzlə su aparırdıq o kəndə gedəndə. Amma indi fakt ki, kənddə özündə su, düz zəhmət, əziyyət, xeyli ağda vəsait qoyulub o bulağın tikilməyinə, düzəlməyinə, amma el birliyi ilə düzəlib. Cəmaatımız, Xirək cəmaatı hamısı iştirak edib o bulağın tikintisində, yaranmağında. Əziyyətləri var. Bəli, mən təqaüdçüyəm. Bu dəqiqə mənim məsəl üçün çox həvəsim var. Mənim kimi var. Çox adamlar var, həvəs eləyir ki, getsin, məsələn, Xirəki bərpa eləsin, Xirəkdə nəsə bir yaşayış qursun. Çünki dədə-babamızın ruhları var orada, məzarları var orada. Həm də ki, çox səfalı yerdir, gözəl yerdir, bilənlər bilir. Oranın, məsələn, təbiətindən xəbəri olanlar bilir ki, çox səfalı yerdir, çox mənzərəli yerdir, gözəl də yerdir. Hüzur istəyən, yəni rahatlıq istəyən, məsələn, çox yaşamaq üçün əlverişli yerdir. Kənddə sayım, məsələn, Düşmə Kərimli deyirlər də, bizdə Düşmə deyirlər, bulaq, Kərimli bulağı məsələ. Bu indi bərpa elədiyimiz bulağın adını bilmirəm. Ya bir 4 dənə bulaq rahat olub, kəndin elə bil hər tərəfində bulaq olub. Amma indi bir dənə faktiki bir dənə bulaq var. Faktiki o 4 dənə bulaq demək olar ki, yerləri var, özü yoxdur da, daşları var ki, burada su çıxıb qədimidə. Yəni faktiki su yoxdur. Amma birini bərpa eləmişik, o da texnikanın köməyi ilə, o bulağın deməli bizdə deyirlər gözünü tapmaq. Onun gözünü tapmışıq bulağın. Sonra onu borular vasitəsilə o tikib, xəzinəsini tikib, borular vasitəsilə gətirib onu hovuz şəklində, yəni bərpa eləmişik. Qəşəng gəlir, tökülür su hovuza. Oradan da yenə təbii axır gedir öz axarı ilə. Yəni ki, rahat su gəlir bu dəqiqə. Vallahi Xirək cəmaatına mənim məsləhətim odur ki, istəyir cavanı, istəyir yaşlısı. Yəni bizim o kiçik vətənimizdir. Azərbaycan böyük vətənimizdir. Amma Xirək bizim Xirəklilərin kiçik vətənidir. Vətəni də ki, həm qorumaq lazımdır, həm abad eləmək lazımdır, həm məsəl üçün qayğısını çəkmək lazımdır. Bəli, gedib imkan daxilində də eləyirik. Yəni indi hal-hazırda bu dəqiqədə bizim gözləyirik ki, balaca yollar qurusun, yollar açılsın. Biz yenə oradan əl çəkmirik, gedirik, gəlirik. Yəni, nəsə çalışırıq ki, orada bir abadlıq işi görək, nəsə bir yaradaq. Murad müəllim, bizim bu çəkilişimiz əslində Xirək kəndində olmalı idi. Belə planlaşdırmışdıq. İndi alınmadı deyənə, biz bu çəkilişi Corat kəndində, yəni hal-hazırda mənim yaşadığım bu gözəl dəniz mənzərəli, səfalı Corat kəndində çəkiliş elədik. İnşallah bu çəkilişi də ikinci hissəsi, davamın Xirəkin özündə Allah qoysa çəkərik. Allah sizdən razı olsun Murad müəllim. Gəldiniz, çəkdiniz, işıqlandırdınız. Sizin bu gözəl işinizdə belə sizə müvəffəqiyyətlər arzulayıram. Xeyirxah işinizdə o dağılmış kəndləri təzədən nəfsim cəmaata çatdırırsınız, bildirirsiniz. Çox
Minnətdarıq sizə. Allah sizdən razı olsun.